Salam dəyərli şagirdlər. Bu gün sizlərə cəbri kəsirlərin ixtisarı, məxrəci müxtəlif olan kəsirlərin toplanması, çıxılmasına aid misal nümunələrinə baxacaq. Birinci kəsirlərin ixtisarından başlayaq. Ən sadə kəsirlərin ixtisarı. Belə bir tapşırıq verib, kəsir xətti surətdə A vurulsun B minus 3, məxrəcdə C vurulsun B minus 3. Gördüyümüz kimi burada hərflə mötərizə arasında heç bir işarə yoxdursa bu vurma hesab olunur. Vuruqsa biz bu halda ixtisar apara bilərik. Görür surətdə də B minus 3 var, məxrəcdə də B minus 3 var. Başqa ixtisar gedən yoxdur. Surətdə qaldı A, məxrəcdə qaldı C. Bu qədər sadə. 2. İndi bəziləri var ki, orada biz orta vuruq mötərizə xaricini çıxarmaqla ifadələri sadələşdirməliyik. Məsələn, belə bir ifadə var. 7x minus 14y, məxrəcdə də var 5 vurulsun x minus 2y. Mən görürəm ki, surətdə bilirik ki, rəqəmi, kiçik rəqəmi orta vuruq çıxardır. Düzdür, 7 ilə 4-ün elə bil əbobunu çıxardırıq orta vuruq hər zaman. 7-ni orta vuruq çıxardanda qalır burada nə? X minus 14-ü 7-yə böləndə 2y. Məxrəcdə nə var? 5 vurulsun x minus 2y. İndi gəldi bayaqki misal halına düşdü. Yenə vuruqdur. X minus 2y surətdə də var, məxrəcdə də var. İxtisar elədik. Cavab qaldı 7 bölünsün 5. Başqa bir misal nümunəsinə baxaq. Məsələn, belə bir ifadə var. 3a-nın kvadratı plus 18ab. Məxrəcdə var a plus 6b. Dəyərli yoldaşlar, burada 3 ilə 18-in əbobu 3-dür. 3 orta vuruq çıxarılır. A kvadratı ilə və üslü kiçik olan hər zaman orta vuruq çıxarılır. A kvadratı var, bir də 18-in yanında a var. Ona görə a orta vuruq çıxarılır. Hər zaman kiçik orta vuruq. 3a kvadratını 3a-ya böləndə qalır burada a. Üzərinə əlinsin 18-i 3-ə böləndə 6. A-ya böləndə A getdi, qalır bir dənə B. Mötərizəni bağladıq. Məxrəcdə də qaldı A üzərinə əlinsin 6B. İndi yenə surətdə də A üzərinə 6B var. Məxrəcdə də A üzərinə 6B var. Bunlar ixtisar getdi. Cavab qaldı 3A. Bitdi. Başqa bir misal nümunələrinə baxaq. Məsələn, belə bir misal nümunəsinə baxaq. 4-cü misalımızdır. Yazıram. A kubu minus 5a-nın kvadratı n. Məxrəcdə var a n-in kvadratı minus 5n-in kubu. Tamam, bərabərdir. Buradan yer çatmayacaq. Bərabəri buradan yazıram. Aha. Surətdə a kubu çıx 5a kvadratı n-dir. Burada dərəcəsi kiçik olan a-nın kvadratıdır. Ona görə onu çıxartdım. A kubunu a kvadratına böləndə qalır bir dənə a. A kvadratını a kvadratına böləndə qalır 1. 5n çıxılsın 5n. Tamam. Məxrəcdə n kvadratı orta vuruq çıxardıram. Qalır a çıxılsın 5n. Yenə surətdə də məxrəcdə də a çıxılsın 5n var. Cavab elə qalır a kvadrat bölünsün n-in kvadratı. Başqa misal nümunələrinə baxaq. Məsələn, misal 5-ə baxaq. Bəzilərində müxtəsər vurma düsturları ilə verir. Bax, onlar necə yazacaq? Onlarda sizə deyirəm. Verib c kvadrat minus 6c üzərinə əlinsin 9. Aşağıda da verib c kvadrat minus 9. Dəyərli şagirdlər, siz müxtəsər vurma düsturlarını öyrənmişsiniz. Artıq
S kvadrat minus 6S plus 9. Bu S kvadratı 9 da 3'ün kvadratıdır. Baxın birinci ədədin kvadratı çıxılsın. 2 vurulsun birinci ədəd vurulsun ikinci ədəd. 2'ni vurup S'ye vurup 2'ye 3'e tapıp 6S. Üzerine ikinci ədədin kvadratı. Zaten birinci ədədin ikinci ədədin kvadratı görsənir neydi? Ortada çıxma olanda olur S minus 3'ün kvadratı. Məxrəcdə 9 3'ün kvadratıdır. Ona görə olur S minus 3 S plus 3. Buradan da S minus 3'ün surətdə 2'də nədir? Kvadrata xəttinin öz-özünə vurulmasında. Ona görə adətən bunu belə ixtisarlayır. 2'nin üstündən xətt çəkirlər. Yəni biri getdi, biri qaldı. Məxrəcdəki S minus 3'dən getdi. Surətdə qaldı elə bir dənə S minus 3. Məxrəcdə də qaldı S plus 3. Bitdi. Sonra başqa müxtəsər vurma düsturu ilə necə verilə bilər? Məsələn, kublar şəklində verilə bilər. Nümunə olaraq yazıram. Bax, məsələn, belə verib. A kvadrat plus 4AN plus 4N'in kvadratı. Kəs xətti çəkib. Məxrəcə də A kubu plus 8N'in kubu. Tamam, belə bir ifadə verib kəsri ixtisar edək. Değerli yoldaşlar, yine surət görürük ki, müxtəsər vurma düsturudur, düzdür? Nəyin düsturudur? Deməli, birinci ədəd üzərinə 2 vurulsun, birinci ədəd üzərinə ikinci ədəd, üzərinə ikinci ədədin kvadratı. Bu yəni A plus 2N'in kvadratıdır. Məxrəc isə məxrəci belə yaza bilərik də 8 2N'in kubudur, yəni belə olur. A'nın kubu plus 2N'in kubu beraberdir. Yazacaq nə? Yenə sürət olduğu kimi qalır. A plus 2'nin kvadratı. Məxrəcdə olur nə? Demək, kublar fərqinin cəminin düsturunu yazaq uşaqlar. A kubu plus B'nin kubu. Düstur belədir. Birinci ədəd üzərinə əlsin ikinci ədəd. Birinci ədədin kvadratı çıxılsın. Birinci ədəd vurulsun ikinci ədəd. Üzərinə əlsin ikinci ədədin kvadratı. Bu düstura uyğun mötərizəni sadələşdirmək lazımdır. Biz də yazırıq. Birinci ədəd üzərinə əlsin ikinci ədəd. A plus 2N. Sonra birinci ədədin kvadratı. Üzərinə əlsin. Birinci ədəd vurulsun ikinci ədəd. Yəni 2AN üzərinə əlinsin ikinci ədədin kvadratı 4N'in kvadratı bərabərdir. Aşağıdakini silək, yer qalmayacaq. Düstur əsas tətbiq elədik, yadımıza saldıq, xatırladıq. Davam edək. Bərabərdir. Şöyle görürəm, yenə vuruqdur, mötərizələr vuruqdur. Surətdəki A plus 2N'in biri ilə məxrəcdəki A plus 2N gedir. Qalır nə? Surətdə qalır A plus 2N. Bu aşağıda da qalır A kvadrat plus 2AN plus 4N'in kvadratı. İşte bitti şu anda. Buradan ona ixtisar giden yoktu. Bu aşağıdaki de düsturdur. Çünkü burada 2'dir. 4 olsaydı düstur olardı. İşte bitti yoldaşlar. İşte silək bunu da. Başka misal nümunələrine baxaq. Bütün. Yəni misaldan qorxmaq lazımdır. Orada düstur axtarmaq lazımdır. Bir dənə də belə bir şeye baxaq. Deməli, misal nömrəsini itirdim. Deyəsən 6-cı misaldır. Deməli, kəs xətti çəkirik. Yazırıq x'in kvadratı plus xy plus y'in kvadratı. Məxrəcdə də verib x kubu çıxılsın y'in kubu.
Görürük ki, surət düstur deyil, amma məxrəc düsturdur. Və biz də müxtəsər bölmə düsturunu bilirik. Kublar fərqi düsturun. Nətər idi? Birinci ədəd çıxılsın ikinci ədəd. Birinci ədədin kvadratı üzərinə əlinsin. Birinci ədəd vurulsun ikinci ədəd. Üzərinə əlinsin ikinci ədədin kvadratı. Surətdə də olur nə? Surətdə də olduğu kimi elə yazıram. X-in kvadratı plus XY plus Y-in kvadratı. Deməli, bu x kvadrat sürətlə məxrəc ixtisar gedir. Uşaqlar qalır. 1 bölünsün x minus Y. Aha, bitdi. Bitdi. Bəlkə düsturu bilmirəm. Aha. Bitdi. 1 bölünsün x minus Y. Əla. Bu x kubu minus y kubunun düsturudur. Bu da x kubu plus y kubunun düsturudur. Yazıram. X plus y x'in kvadratı minus xy plus y'in kvadratı. Bəlkə üst misalda xatırlamıram. Deyəsən burada plus yazmışdım. Plus yazmışamsa üzrü sayarsız səhv gedib. Burada minus olmalıdır düsturda. Plusunda bir dənə minus var. Minusunda hamısı plusdur kublarda. Hətta saxlamaq lazımdır. Tamam. Keçək başqa misal nümunəsinə. İndi məxrəcləri eyni olan kəsirlərin toplanması, fərqli olan kəsirlərin toplanması, bunlara baxmaq lazımdır. Eyni olanlar çox rahatdır. Burada sadəcə çıxmasına fikir vermək lazımdır. Burada da misal nümunələrinə baxaq. Məsələn, yazıram belə bir ifadə. Məsələn, 8a minus 3 bölünsün m minus 5a minus 7 bölünsün m bərabərdir. Uşaqlar, yenə ortaq məxrəc nədir bunlara? M. Qalanların olduğu kimi yazıram. 8a minus 3. Diqqət eləmək lazım. Uşaqlar, bu mənfi 5a'ya dəyər olur, çıxılsın 5a. Mənfi dəyər mənfi 7'yə. Bu 7'ni müsbət edir. Bir dənə burada çaşdırıcı məqam budur. Şagirdlər ən çox burada çaşırlar. Mənfiyə fikir vermək lazım. Məxrəc M 8a çıxılsın 5a. Neçə a qaldı? 3a. Mənfi 3 plus 7. Biri mənfi, biri müsbət olanda modulda böyük olanda çıxılır. Böyüyün işarəsi yazılır. 7'dən 3 çıxıram 4. Şurada ixtisar getmir, belə də qaldı. Cavab budur. 3a plus 4 bölünsün M. Sonra, indi məxrəcləri müxtəlif olanda nə edəcək? O da çox sadədir. Sadəcə əkop tapırıq məxrəclərinə. Məsələn, belə bir ifadə verir. Deməli, C bölünsün 2 plus M bölünsün 3. 2 ilə 3 əkop nədir? 6. Qarşılıq sadədlərdir. Qarşılıq sadədlərin əkobu onların hasilidir. 3'ü 2'ye böləndə eləyir 3. 6'nı 3'e böləndə eləyir 2. Tamamlayıcı vurğularına vurulur. 3'ü S'ye vurdum 3C. Üzərinə əlinsin 2 n'ə vurdum 2M. Bitdi uşaqlar. 3C plus 2M bölünsün 6. Məsələn, başqa bir nümunəyə baxaq. Məsələn, 3 bölünsün A minus 7 bölünsün 2A plus 8 bölünsün 3A. 8 bölünsün 3A. Yine uşaqlar eynidir. Biz 3 rəqəmli ədəddir. A-ya, 2A-ya və 3A-ya əkop tapırıq. Yine uşaqlar 6A-dır. 6A-nı A-ya böləndə 6. Bunu tamamlayıcı vurğu. 2A-ya böləndə 3. 3A-ya böləndə 2. 6 üçün 18. Üzərinə əlinsin. Yox, üzr istəyirəm, çıxılsın. Çünki burada mənfidir. Çıxılsın. 7 üçün 21. Üzərinə əlinsin. 8 2'nin 16. Aha.
Nəticə etibarıyla bərabərdir. Deməli 18-dən 21 çıxanda -3 üzərinə 16 gələndə 13 6. Bitti değerli yoldaşlar. Aha. Başka biraz da çətin misal nümunələrinə baxaq. Çətin deməyək, mürəkkəb deyək. Məsələn, belə bir misal nümunəsinə baxaq. Belə bir misal nümunəsinə baxaq. Deməli, AB plus 1 bölünsün 6A'nın kvadratı minus A minus 3 bölünsün 8A bərabərdir. Uşaqlar 6 ilə 8-ə ardıcıl cüt ədədlərdir. Ardıcıl cüt ədədlərin əkobu onların hasilinin yarısıdır. Yəni 6 8 48 bölü 2 24. Hərflərdən də uşaqlar rəqəmi üslü böyük olan götürülür. A böyükdə A kvadrat, A təbii ki A'nın kvadratı. Tamam. 24A kvadratın 6A kvadratına böləndə eləyir 4. Bunun tamamlayıcı vuruğu 4'tür. 6A kvadratın 24A kvadratını 8A'ya böləndə bunun tamamlayıcı vuruğu 3A'dır. Yəni 8A'nı 3A'ya vuranda 24A kvadrat eləyir. 6A kvadratını 4'ə vuranda 24A kvadrat. Tamamlayıcı vuruq budur. İndi mötərizəni vurub sadələşdirmək lazımdır. Buradan yer çatmayacaq. Gəlin aşağıdan yazım. Bərabərdir. Oldu 24A'nın kvadratı. 4'ü AB plus 1'e vuranda 4'ü AB'ye vururam. 4AB. Üzerine 4'ü 1'e vururam. 4. Şöyle dikkat etmək lazımdır çıxma olanda. Mənfidə 3A'nı A'ya vuranda 3A kvadrat çıxılsın 3A'nın kvadratı. Ama bu mənfi 3'e təsir edəcək. Onu müsbət edəcək. 3A'nı mənfi 3'e vuranda 9A kvadratı. Mənfi təsir edəcək. Onu müsbət 3A'nı 3'e vuranda 9A. 9A. Bərabərdir. Biraz da sadələşdirmə aparaq. Məxrəc. Sadələşmə aparaq deyəndə yox. Burada sadələşmə gedən varmı ki? Xeyr. Hamısı oxşar olmayan bir hədlərdir. Biri dəyişəndir. AB'dir. Biri A kvadratdır. Biri 9A'dır. Yəni misal burada da bitdi. Sadələşmə getmir. Getməyəni güclə aparmaq olmaz. Başqa bir misal nümunəsinə baxaq. Məsələn, baxaq, nəyə baxaq? Sən belə bir ifadə verib. 2x kvadrat minus 7 bölünsün 3x çıxılsın 4x. 4x şöyle bu məxrəcində bir dənə 1 var. O yazılmır. Heç zaman siz belə bir ifadə verirsiniz. O məxrəcinə 1 əlavə edə bilərsiniz. Tamam. Yəni mən 3x ilə 1'ə eko axtarıram. 3x ilə 1'ə eko 3x'in özüdür. Bərabərdir 3x. Tamam. Bunun tamamlayıcı vuruğu özüdür. 2x kvadrat minus 7. 4x'i nəyə vuracam? 3x'ə vuracam. Çıxılsın 4x'i 3x'ə vuranda 12x'in kvadratı. Burada sadələşmə gedir artıq. Çünki oxşar bir hədlər var. 12x kvadratı ilə 2x kvadratı oxşardır. Bunları həll edəndə 2'dən 12 çıxanda mənfi 10 x'in kvadratı minus 7. Məxrəcdə də var 3x. İşte bitti. Və bundan öyle sadələşmə getmir. Bu şəkildə. Biraz da çətinlərinə baxaq. Çətin. Şuna yazılan silək. Məsələn, burada var. Belə bir misal var. Deməli, A kvadrat plus 3xb A kvadrat bölünsün AB minus xa plus 4xb bölünsün xb. Tamam. Burada necə yazmalıyıq? Yanaşma olmalıdır. Burada mən görürəm ki, kəsirlərə ayrı-ayrı baxsam, görürəm ikinci kəsirdən x ortaq vuruq çıxarsam, bir dənə orada b qalacaq.
Ona görə gəlin x orta vurub çıxardaq. İkinci kəsi biraz sadələşdirək. Çünki belə ümumi yaz çox uzun çəkəcək. Məncə işimizi uzatmış olarıq. Yəni buradan x orta vurub çıxarsaq nə olacaq? Şuna fikir verin. X orta vurub çıxardanda buradan x-i silirəm. Şöyle bilmirəm. Sadəcə x-i sildim. Buradan x-i sildim. Bunu orta vurub çıxartdım uşaqlar. Burada x oldu. Burada bu x-la, sürətdəki x-la məxrəzdəki x artıq ixtisar oldu. Yəni orta məxrəz nə qaldı? AB bərabərdir. Orta məxrəz oldu artıq AB. Tamam, AB birinci olduğu kimi qalır. A kvadrat plus 3xb. Bunun tamamlayıcı vuruğu A'dır. B'si var, A'sı yoxdur. A'ya vurmaq lazımdır. Tamam, A'nı A'ya vuranda A kvadrat. Qarşıda da mənfi var. Mənfi A'nın kvadratı. A'nı 4B'ye vuranda minus A'nın kvadratı. A'nı 4B'ye vuranda olur. Çıxılsın 4AB. Biraz sadələşdirmə aparaq. Deməli, A kvadrat biri mənfidir, biri müsbətdir. İslah gedir. Nə qalır? Qalır belə. Bərabərdir. 3xb minus 4ab. Məxrəcdə də ab. Görürəm ki, bunların ikisindən surətdə B-ni orta vurub çıxarda bilərəm. 3x minus 4a. Məxrəcdə də ab. B-lər ixtisar getdi. Qaldı belə. 3x minus 4a bölünsün a. Artıq sadələşmə getmir. Elə bu formada da qaldı. Yəni, hara qədər sadələşdirə biliriksə, biz ora qədər sadələşdirmə eləyib misalı yazmalıyıq.